Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində bu 3 otaqlı ev satışa çıxarıldı. 77 min manata. Kupçalı evdir. Paket kupçalı. Yəni almaz birbaşa qeydiyyata düşə biləcəyiniz evdir. Yerləşdiyi ərazidə Saray qəsəbəsində panoramanın kurubu var. İnternetin kurubu təzə Tamstorda açılıb. Onun arxasındadır. Yola yaxın məsafədir. Yolun demək olar ki 75-80% asfaltdır. Qalan bir kusok yeri var, o şey belə yoldur. İnşallah gələndə bunları görəcəksiniz. 77 mindən də narahat olmayın, ev sahibi özü endirim edəcək. Bu başlanğıc qiymətidir. Evdəki yeri bütün polu, bütün monolitdir. Yəni evin polu monolitdir, sonra kurqavoy qoşadaşla çizilib, üstündən də krişanın üstündən 20-nin 40-a kəmər fırladılıb. Evin üstü də bax bura. Qabancıq daşlarla bəzədilib, burada məhəccər vurulacaq. İndi işlər tamamlanmaq üzrədir. Mən gəldim bunu çəkdim ki, siz görəsiniz. Mərkəzi kanalizasiyası var, trapı da buradadır. Mərkəzi kanalizasiyası var, qazı, suyu, işığı, sayğacları var. Çünki bu fərdi yaşayış kupçalı evdir. Pəncərələri də şəbəkə pəncərədir. Bir də bir dənə zəhmət olmasa bura yaxınlaşın, bax bir bura. Bura yaxınlaşın. Bax, evin girişi buradandır, görürsünüz. Mətbəxdən də əlavə qapı açılacaq bura. Balkonda oturub, çay içməyə, çörək yeməyə, xüsusi mətbəxə yaxın olduğuna görə əlverişli yerdir bura. Mütləq gəlin bu evə baxın. Zəhmət olmasa yaxınlaşaq, evin içərisindən tez göstərim sizə. Bax, gəldik buradan. Dediyim kimi, bura balkondur, bura məhəccər vurulacaq. Buradan da gəldik, girdik evimizin içərisinə. Deməli, koridor, hamam, tualet, mətbəx, keramikadır, qalanları laminatdır. Amma bir dəfə gəlirəm, ev bütün yeri, bütün beton monolitdir. Buradan da krişə çıxmaq üçün yerimiz var. Davam edək. Bax, koridorla gəlirik, bura mətbəxidir, birinci mətbəxi göstərim. İndi inşallah siz gələnə bu işlər tamamlanacaq. Spotlarınızda da hamısı qaydasına düşəcək. Mebel arası keramikası vurulub, qaz xəttinə qədər çəkilib, aspiratorun yerinə qədər bütün nöqtələr qoyulub. Bayaq sizə dediyim, açılır bu qapı. Hə, poçkan da alayım sonra. Bax, buradan sizə göstərirəm ki, buradan balkona çıxmaq üçün də xüsusi qapı qoyulub mətbəxdən. 77 min manatadır Saray qəsəbəsində, internetin qurğunda, Tamstorun arxasında. Bu da qonaq otağıdır, yəni zalıdır. Bax, belə bir zal. Zal neçə metrdir uzunluğu? 5.30-un neçəyə? 5.30-un 3.20-yə qonaq otağıdır. Bax, görsünüz pəncərələri iri pəncərədir. Bir dənə buradan zəhmət olmasa yaxınlaşaq, bir də həyətini göstərək. Bax, böyle iri pəncərələrdir. Buradan bir də həyətini göstərək. Kifayət qədər geniş həyəti var. İstəsiz naves yığdırın, besetka düzəldin. Nə istəsiz bu həyətdə eləmək mümkündür. 77 min manata. Zəhmət olmasa yaxınlaşaq. Saray qəsəbəsində internetin kurğu Tamstorun arxasındadır. Yoldan da məsafəsi yola yaxındır. Yolun da çoxu asfaltdır. Bax, burada bunun bir yataq otağıdır. Görürsünüz? Bax, böyle bir iri yataq otağıdır. Bir yataq otağı da buradadır. Bax, bir yataq otağı da buradadır. Görürsünüz? Bax, belə bir otaqlar var. Ümumilikdə 3 otaqlı evdir. Sanitar qovşağını da göstərək. Bax, bu da sanitar qovşağımız. Bax, belə. İndi bir də izah edəyəm sizə. Deməli, Saray qəsəbəsində, zəhmət yaxınlaşın. Saray qəsəbəsində internetin kurğu Tamstorun yanı arxasında yoldan da nə qədər məsafəsi olar yoldan bura? 200 metr məsafə olar olmaz. Mərkəzi kanalizasiyası var, qaz, su, işıq sayğacları, paket kupçalı evdir. Yəni ki, evində kupçası var, torpağında kupçası var. Alar almaz birbaşa qeydiyyata düşə biləcəksiniz. 77 mindən başlanğıc qiymətdir. Gəlin ev sahibi ilə danışın, qiyməti endirib eləsin. İnşallah bu evi görün. Sağ olun.